Salam hörmətli tamaşaçılar, Patriot News'un növbəti buraxılışı efirdədir. Sizlərlə mən Ceyhun Əliyevdir. Əziz dostlar, bugünkü verilişimiz banklarda vətəndaşlara qarşı ədalətsizliyə həsr olunacaqdır. Belə ki, Bank of Baku'dan mənim kredit kartım vardır. Həmin kredit kartında olan məbləği mən hər ayın birində onu nağdılaşdırıram və 60 gündən sonra ayın sonunda o 1000 manadı, 2000 manadı hansı ki istifadə eləmişəm yerinə qoyuram və yenidən yeni aydan necə deyərlər həmin puldan istifadə eləmək hüququna malik oluram. Belə bir hal olubdu. Noyabr ayının 29-unda saat 18:05 dəqiqədə mən həmin kartın balansına pulu yatızdırmışam, tam məbləği yatızdırmışam. Lakin birinci gün dekabrın 1-də mənə 23 manat əlavə olaraq cərimə gəlibdi. Və bunu da bank əsaslandırır ki, siz 29-u saat 6-ya qədər, 18:00-a qədər bu pulu yerinə otuzdurmalıydınız. Səhərisi günü ayın 30-udur, iş günü olmadığına görə bizim deməli proqramımız sizə cərimə vurubdur və siz bunu ödəməlisiniz. Mən bir şey bilmək istəyirəm. Çünki müqavilədə də göstərilibdir ki, hər ayın deməli 1-də pulu nəqdləşdirmək olar. 60 gündən sonra ayın sonu 30-unda, əgər 31-nə düşürsə də, iş gününə düşürsə də 31-də necə deyərlər, mən bu pulu qaytara bilərəm, yerinə qoya bilərəm. Bu dəfə mən 29-unda deməli istifadə elədiyim məbləği yerinə qoymuşam. Lakin 30-u bazar gününə düşdüyünə görə, o bir günü iş günü olmadığına görə hesab ediblər ki, 29-u axşam saat 18:00-a qədər tamamilə mən bu necə deyərlər məbləği yerinə qoymalıydım. Onda mənə cərimə gəlməyəcəkdi. Bilirsiniz, bu düzgün deyil, bu hüquqların pozulmasıdır. Digər banklarda mən yenə deyirəm, görmüşəm, digər banklarda əgər ödəniş günü 6-cı bazar gününə düşürsə də, deməli pulun ödənişini birinci günə salırlar. Ancaq burada əfsuslar olsun ki, 29-u şənbə gününə düşübdür, 29-u 5 dəqiqə, 10 dəqiqə gec elə bir ki, həmin məbləği yerinə qoymuşam. Nəticə etibarilə 1000 manata 23 manat cərimə yazıbdılar. Bu sadəcə olaraq yol verilməzdir. Onsuz da biz banklara müraciət edəndə çətinliklərimiz olur deyənə müraciət edirik ki, banklar bizi dəstəkləsinlər və biz də banka vicdanlı bir vətəndaş kimi onların faizlərinə uyğun olaraq ödənişləri edək. Mən şəxsən o vaxtında ödənişləri etdiyim bir halda bu günləri 23 manat cərimə ödəmək şəxsən məni qane etmədi. Və mən buradan da Bank of Baku'nun rəhbərliyinə müraciət edirəm ki, ümumiyyətlə çalışmaq lazımdır ki, siz xidmət edirsiniz xalqa. Xalqa xidməti ilə qurmaq lazımdır ki, xalqın onsuz da belə ağır vəziyyətində heç kim kefindən gəlib bankdan pul götürmür. Yəni problemləri olur, çətinlikləri olur deyənə banka üst tuturlar. Lakin banklarımızın həm faiz dərəcələri, həm də ki şərtləri insanlara nə qədər necə deyirlər, yüklənmə yaradırsa da, bir o qədər də bu yersiz cərimələr. Hansı ki, mən rastlaşmışam. Ona görə də əziz dostlar, siz də şərt bölməsində yazın görək. Bank of Baku'dan sizə qarşı belə bir addımlar atılıbdırmı? Hansı sizin necə deyirlər, hüquqlarınız pozulubdurmu? Bir görək, bəlkə bu təsadüfdür, mənimlə baş veribdir. Digər insanlarda hər şey qaydasındadır. Çox xahiş edirəm ki, bu videonun şərh bölməsində Bank of Baku, ümumiyyətlə banklarda insanlara qarşı olan münasibətdən fikirlərinizi bölüşəsiniz. İndi isə mən sizdən xudahafizləşirəm və gələn görüşlərə qədər deyirəm, özünüzü və yaxınlarınızı qoruyun, sağ olun.